Bu dəfə sizə möhtəşəm çiğ köftə resepti verəcəm. 2 stakan incə bulgurun üzərinə çıxacaq qədər qaynar su töküb bir 5 dəqiqə şişməyini gözləyirik. Sonra ədviyyatlarımızı vururuq. Isotdur, kimyondur, pul bibərdir, sumaqdır, duzdur. Qarışdırırıq. Mən makinada yoğurdum. Siz əlinizdən də yoğura bilərsiniz. Sonra üzərinə çiğ soğan, rəndələnmiş çiğ soğan əlavə edirik. Tomat əlavə edirik. Pomidor tomatı və şirin toz biber əlavə eləyib, bir pomidoru da rəndədən keçirtmişik, onun suyunu əlavə eləyirik, yarım stakan duru yağ, yarım stakandan az nar şarab, 1-2 damla limon suyu əlavə eləyirik, yoğururuq, sonra üzərinə petruşka və göy soğan doğrayırıq, onu da əlavə eləyirik, yoğururuq, gördüyünüz kimi. Bu kıvama gəlib çatana qədər yoğururuq. İstəyirsiniz əldə, istəyirsiniz makinada, fərq etməz. Görürsünüz necə gözəl, parıltılı, çox qəşəng alınır. Gördünüz, formasını da rahatçılıqla alındıra bilirsiniz. İstəyirsiniz belə lavaşların içində düzə bilərsiniz. Üzərinə nə istəsəz qoya bilərsiniz. Turşu xiyar da yaxşı gedir. Bizdə belə bəyənilir deyənə belə hazırladıq. Həm lavaşın içində yeyə bilərsiniz, həm də kahının içində. Nuş olsun sizə.